Burada öz qüdrətinlə məni islah elə sözü diqqəti cəlb edir. İmam Səccad əleyhissalam Allaha deyir, ancaq sənin qüdrətin yetər, məni islah edəsən. Ancaq sənin gücündədir. Buradan bəlli olur ki, insanın özünü islah eləməsi təklikdə, müstəqil şəkildə mümkünsüz bir şeydir. İnsanın öhdəsindən Allahın qüdrəti gələ bilər. Ancaq Allah öz qüdrəti ilə bizim xarab etdiklərimizi düzəldə bilər, islah edə bilər. İnsan hər bir halda Allahın qüdrətinə sığınmalıdır, yoxsa insanın islah yolu mümkünsüzdür. Bu yolda mən demək təhlükəlidir. Mən özümü islah edərəm anlayışı yoxdur. İnsanı islah etmək gücündə ancaq Allahın qüdrətidir və insandan tələb olunan bu qüdrətə sığınmaqdır. Bu qüdrətə sığınmaq halını yaratmaqdır. Bu qüdrətə sığınıb öz vəzifəsinə əməl edir, Allah da onu islah edir. İnsan təkcə aciz vaxtında, bəla zamanında Allahın qüdrətini nəzərinə gətirməməlidir. Adətən bizim kimlər belədir. Biz xəstəlik zamanı, bəla zamanı, aciz zamanımızda Allahın qüdrətinə diqqət yönəldirik. Duada var, ya mən fil məmati qüdrətu. Ey qüdrəti ölüm zamanı zahir olan Allah. Ölüm vaxtı ki, insan aciz şəkildə can verir, orada hər şeyin təsirsiz olduğunu görəndə Allahın qüdrətinə diqqət kəsilir, qüdrətinə yönəlir. Amma bu hünər deyil, bəla vaxtı, ölüm anında, can verəndə qüdrət özü-özünə zuhur eləyir. Hünər bundadır ki, insan özü güclü vaxtında, qüdrətli vaxtında, sağlam vaxtında, eyni ilə o ölüm yatağında olan adam kimi özünü qüdrətə ehtiyaclı bilsin. Çünki əslində onun vəziyyəti ilə bunun vəziyyəti arasında heç bir fərq yoxdur. Allahın qüdrətinə inan belə bir məsələ deyil ki, onu bir dəfə inandın və salam, bitdi. Belə deyil. Bir dəfə bildik ki, Allah hər şeyə qadirdir, bununla da bitdi. Belə deyil. Bu elə bir mövzudur ki, onu tez-tez insan yad eləməlidir. Qüdrətli Allahın olduğunu tez-tez nəzərinə gətirməlidir. Ümumiyyətlə, mənəvi məsələlərin təkrar yad olunmasına ehtiyac var. Məsələn, biz bu dünyada, belə deyək, kimlərlənsə müqavilələr imzalayırıq. İmzanı atırıq müqaviləyə, sonra qoyuruq onu kənara. Bir də nə zaman onu açırıq, bir mübahisəli vəziyyət yarananda, o müqaviləyə yenidən baxırıq, yenəsə sualımız olanda. Amma mənəvi mövzularda Allahla bağladığımız müqavilələr belə deyil ki, bir dəfə bağladın o müqaviləni qoy kənara, belə deyil. Allahla bağlanan müqavilələrimizi hər an təzdən yad etməliyik, yenidən nəzərdən keçirməliyik. Hər gün namazda deyirik, əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikələ. Hər gün təşəhhüddə bunu deyirik. Yaxşı, bir dəfə bildik ki, Allahdan başqa Allah yoxdur. Bu bir dəfə bilməklə olmur. Bunu gərək insan canını oturtsun. Ona görə hər gün təkrara ehtiyac var. Mənəvi məsələlər ümumiyyətlə belədir. Bax, niyə həftədə bir dəfə gəlirsiniz burada, məni dinləyirsiniz ya başqa yerlərdə kimlərisə? Nə üçündür bu? Ən azı həftədə bir dəfə bu şeylər təkrar yada düşməlidir. Olmasa insan xarab olur, insan belə bir varlıqdır. İnsan unutqandır, yaddan çıxardır, insanda bu xüsusiyyət var. Ona görə mənəvi məsələlər hey insana təkrar çatdırılmalıdır. İnsan özü-özünü kökləməlidir həmin bu mənəvi məsələlərə. Təkrar onları xatırlamalıdır. Zikir buna deyirlər. O ki, deyirlər zikir. Zikir nədir? Zikir yada salmaqdır, bildiyi xatırlatmaqdır təzdən. Təkrar nəzərdən keçirməkdir. Qüdrət də belə bir məsələdir. Onu təkrar yad eləməlisən ki, mənim qüdrətli Allahım var. Hər şeyə qadir olan Allahım var. Bunu təkrar yad eləməlisən. Kumeyl duasını yəqin ki, oxumusunuz. Həzrət Əli əleyhissalamın münacatıdır. Onun axır hissələrindədir bu. Ya mən ismuhu dəva və zikruhu şəfa. Deyir, ey Allah ki, adı dərmandır. Adı dərmandır.
Allahın adı dəvadır, dərdlərin dərmanıdır. Maraqlıdır, dalınca buyurur ki, və zikruhu şifa. Dərman nə zaman adama şəfa verir? Onu təkrar qəbul edəndə. Görürsünüz, elə bil sapa düzüblər. Məsumların sözü, bax, keçən dəfə dedim, hər bir kəlməsində hikmət var. Deyir, ey o kəs ki, adı dərmandır. Dərmana baxmazlar ki, dərmanı təkrar qəbul eləyərlər. Ondan sonra deyir ki, və zikruhu şifa. Zikr, yəni Allahın adlarını təkrar yad etmək şəfaya səbəb olur. Sağalmağa, mənəvi şəfaya səbəb olur. Şəfanın əlaməti nədir? Və taatuhu ğina. Ey o Allah ki, ona itayət ehtiyacsızlığa səbəb olur. Yəni insan ona itayət eləməklə hər şeydən ehtiyacsız olur. Başqalarından ehtiyacsız olur. Ancaq sənə ehtiyaclı olduğumu etiraf edirəm. Nəyin nəticəsində? Bildim ki, Allahın adı dərmandır. Onu təkrar o dərmanı zikr vasitəsilə, yad etməklə qəbul elədim. Və zikruhu şifa. Ondan sonra başqa şeylərdən ehtiyacsız oldum. Yəni sənin qüdrətinə yönəldim. Bütün bunlardan sonra duanın gözəlliyinə bax. İrham mən rə'su malihir rəca. Rəhm elə o kəsə ki, ümidindən başqa heç nəyi yoxdur. Nəyi varsa ümidi var. Əli boşluq hissi gəlir. Allahı tanımağın, mərifətin əlaməti budur. Demir, rəhm elə o kəsə ki, onun namazı var. Demir, rəhm elə o kəsə ki, onun zəkatı var. Deyir, rəhm elə o kəsə ki, ümidindən başqa heç nəyi yoxdur. Bax, qüdrətə sığınmaq budur. Yəni, mən əli boşam. Ancaq sənin qüdrətinə sığınıram. Və silahuhul buka. Və göz yaşı onun silahıdır. Nə gözəl duadır bu. Kəlmə hərəsinin saatlarla danışmalı söhbətləri var. Silahuhul buka. Adam silahla birini təhdid eləyir. Allahı da təhdid eləmək olur. Bəli, deyir, mənim səni təhdid eləməkdə silahım göz yaşımdır. Yəni, bağışlamasan ağlayaram. Ağlayaram, sən də o qədər rəhimlisən ki, ağlamağımı rəva bilmirsən, bağışlayırsan. Bütün bu mövzular qüdrət ətrafındadır. Qüdrət ətrafındadır. O əzəmətdə Əli əleyhissalam necə oldu elə qüdrətdə əzəmətdə oldu? Bax, bu acizliyini etiraf eləməklə. Qüdrətin yolu buradan keçir ümumiyyətlə. Qüdrətin yolu buradan keçir. Acizliyini etiraf eləyir. O əli ki, deyir, ümidimdən başqa heç nəyim yoxdur. Yəni, əli boşam. Allah ona qüdrət verir ki, bilirsiniz də, tarixdə nələr yaradıb, nə möcüzələr, nə əzəmətli bir şəxsiyyət olub. Ona görə Allah Quranda təkrar deyir, İnnəllaha alə kulli şeyin qədir, İnnəllaha alə kulli şeyin qədir. Deyək ki, yaxşı bildikdə, bir dəfə bildik ki, Allah hər şeyə qadirdir. Yox, bu belə bir mövzudur ki, bunu təkrar sən özünə xatırlatmalısan, bilməklə düzəlmir. Bilsəydin Allah hər şeyə qadirdir, bəs niyə ayağın titriyir? Niyə bir balaca problem olan kimi rəngin qaçır? Əgər qüdrət Allahın əlindədirsə, qüdrətə sığınmaq insanda aramlıq yaradır. Adam arxain olur ki, qüdrətdə Allahı var. Müqəddərat onun əlindədir. Hər an onun ixtiyarındayam. Belə olanda qəm ürəkdən çıxır. Stres insanı tərk eləyir. İnsan aram olur, aram. Bir nəfər alim deyir ki, 40 il Əllamə Bəhaəddinin xidmətində oldum. 40 il. 40 ildə, inanın deyir ki, bircə dəfə onu nigaran görmədim. Bir dəfə istirab halında görmədim. 40 ildə ancaq aram haldaydı. Həyatda ki, müxtəlif üzləri var da həyatın. Sərt üzü var, yumuşaq üzü var. Deyir, axırda heç yol da yeriyə bilmirdi, yaşlaşmışdı, ayaqlarını ata bilmirdi, qolundan tutub aparırdılar güclə. Deyir, amma həmin halda da baxırdım, şaddır, sevinclidir. Heç bir narahatçılığı yoxdur. Əl-ləzinə amənu və tətməinnu qulubuhum bizikrillah. Mömin belədir, bax, Allah Quranda tərif edir. Deyir, o kəslər ki, iman gətirib və Allahı yad eləməklə qəlbləri aram olur. Qüdrəti o qədər yad eləyirsən ki, arxainlaşırsan ki, Allah var, qüdrəti var, gücü var. Birinin bir yerdə adamı varsa görsən, ürəklə hərəkət eləyir. Aləmlərin Rəbbi olan Allah xatırladır ki, mənəm sənin arxon dayağın. İnnəllaha alə kulli şeyin qədir. Mən hər şeyə qadirəm. Niyə görə bunu deyir? Özünü tərifləyir. Allahın ehtiyacı var desin, mən güclüyəm. Kimə gücünü göstərir? Sənə mənə deyir ki, güclüyəm, mən arxain ol, gücümə söykən.
Gücümə söykən ki, aram yaşayasan, rahat yaşayasan, xoş yaşayasan. Biləsən ki, hər an qüdrətin Allahın əlindədir, hər şey Allahın əlindədir. Belə adam ancaq vəzifəsində əməl edir, nəticədə onu narahat eləmir. Keçən dəfə dedim, iki şeyi bilin, iki şey üzərində düşünün. Bir də təkrara ehtiyac var bunun. İki şeyi bilin, bilin ki, Allah ərhəmər rahimindir, yəni sizi çox sevir. Çoxda, məsələn, ana necə balasını sevir, onu vur 100-ə, 1000-ə, milyona, bilmirəm, ümumiyyətlə heç nə müqayisə olunmaz. Amma bu misalları deyirik ki, məsələn, bir insan anasını bir mərhəmət timsalı görür də, anadır da bu, ana mehribançılığın məzhəridir. Allah məndən çox mehribandır, həddən artıq mehribandır, bu bir. İkincisi də ki, o hər şeyə qadirdir, gücü də sonsuzdur. Keçən dəfə dedim, əgər o qüdrətli olmasaydı, mehriban olsaydı biz aram olmayacaqdıq. Çünki ola bilər bizi biri çox istəsin, amma bizə bir şey eləməyə gücü çatmasın. Bu həm mehribandır, həm qüdrətlidir. İki sifət Allahda cəm olursa nəticə nə olur? Nəticə budur ki, insan razıdır. Deməli, vəssalam, nə olsa xeyirdir. Gücü çatır mənim işimi həll eləsin. Məni də çox istəyir. Maniyə yoxdur ki, deməli, nəsə başqa məsləhət var. Onda insan aram olur, rahat olur, razı olur. O sevgi ilə qüdrəti özlərində hiss elədikdə. Biz qüdrətə ehtiyaclıyıq. Qüdrəti yad etməyə ehtiyaclıyıq. Ona görə hər gün namaz qılırıq. Namaz nədir? Bir dənə namazın hərəkətlərinə baxın. Namaza diqqətlə təhlil edin. Namaz, bir cümlə ilə desək, insana Allahın qüdrətini xatırlatmaq üçündür. Allahu Əkbərlə başlayır. Allahu Əkbər, yəni o ən böyüdür, o ən güclüdür. Namazın bütün hərəkətləri qüdrət qarşısında təzimdir. O qüdrət qarşısında əyilirsən, deyirsən, Subhanə Rabbiyəl azimi və bəhəmdi. O əzəmətlidir, yenə qüdrətindən söhbət gedir. Bununla qane olmursan, bu qüdrət belvi bükür, əyilirsən səcdiyə, Subhanə Rabbiyəl ə'la və bəhəmdi. Deməli, sən demə, gündə 5 dəfə məşq eləməlisən ki, bu qüdrəti anlayasan. Bir dəfə deməklə olmur. Hər gün ayaq üstə, yarı əyilmiş, səcdə halında qalx, dur. Nədir bu əməliyyatın nəticəsi? Nədir bu? Deyərdi, elə ged ürəyin istəyəndə bəzi dinlərdə var, deyir, mən dua edirəm də Allahla, istədiyim vaxtda. Məsələ bundadır ki, yox, sən gərək bu hərəkətləri davamlı eləyəsən, nəhayət ki, ruhuna otursun ki, qüdrətli bir Allahın qarşısında sanki aram olasan. Ona görə namaz adamı aram eləyir. Əla bi zikrillah tətməinnül qulub. Quranda da deyir ki, dir zikr insanı aram eləyir. Ondan sonra nə deyir? Namaz üstündə buyurur ki, əqimis salata li zikri. Namaz qıl, məni yad edəsən. Necə adam aram olur namaz qılmaqla? Qüdrəti öz ruhuna oturda bilir. Qüdrətə inandı mı insan, qəlbi çox aram olur, sakit olur. İnsan namaz qılmağının mənası bir üstədir, yəni mənim böyüyüm var. Özünə inandırır ki, mənim böyüyüm var, mənim sahibim var, mənim güclü sərvərim var. Gücü hər şeyə yetən Rəbbim var, Allahım var. Bu inamı insanın ruhunda yerləşdirir namaz. Bunu yadda saxlayın, kim Allahın qüdrətinə sığınmasa, Allahın qüdrəti hər an onun yadında olmasa, valla biçarə adamdır. Ruhu müvazinəti pozulacaq, istirab içində yaşayacaq, həyatından zövq ala bilməyəcək, həmişə çaşqın vəziyyətdə olacaq, balaca hadisələrin axarı dəyişəndə sarsılacaq. Qüdrəti gərək ruha hopdurasan, inandırasan. O ki, dilləri xov eşitmiş, Allah xofu deyir olsun, bizim xalqımız da işlədir də, Allah xofu deyir olsun. Xof qorxu deməkdir. Allah qorxusu nə deməkdir? Çox adamların sualıdır bu. Deyir, Allahın nəyindən qorxaq? Allah qorxuludur bə. Xeyr, Allah qorxulu deyil. Allah qorxulu deyil. Bəs qorxu nədir? Onun əzəməti qarşısında təzimin adına qorxu deyirlər. La yuslihuhu. Bunu başa sala bilsəm, bugün bəsimdir, bilmirəm. Mənim nigarançılığım budur ki, izah eləyə bilirəm, yoxsa yox. Əsas narahatçılığım budur. La yuslihuhu illəl xavf.
mömin haqqında deyir. Deyir, mömini qorxudan başqa, xovfdan başqa heç nə islah edə bilməz. Bu necə qorxudur? Hər an məni vuracaq, Allah qorxuludur, əstəğfurullah, qorxunc bir şeydən qorxduğumuz kimi mi Allahdan qorxmalıyıq? Xeyr, bu qorxunun mahiyyəti başqadır. Böyük bir dağa baxırsan, ucalığı, əzəməti səni basırsan, necə deyim, o ucalıq qarşısında bir titrəmə gəlir sənə. Nə bilim, bu misallar uyğundur, yoxsa yox. Allahın əzəmətinin qarşısında o böyüklüyü görürsən ki, titrəmə gəlir sənə, bax, o xovdur, o xoş bir haldır. Acı bir qorxu deyil, stres gətirən bir qorxu deyil. O xoş bir haldır. İnsan eyni zamanda onun qüdrətinə sığınır, həm də qəlbində bu əzəmət qarşısında təzim hissi yaranır. İlahi, nə qüdrətin var sənin? Düşündükcə insan heyran qalır onun gücünə, qüdrətinə. Bunu düşündükcə vücudu titriyir. Bu qorxu pozitiv qorxudur. Stres gətirmir insana. Şadlıq gətirir. İnsan ümumiyyətlə əzəmət qarşısında baxırsan, deyir, ay Allah, nə böyük bir dağdır bu. Onun qarşısında bir xof gəlir insana. Həyəcan gəlir, amma bu xoş bir həyəcandır. İnsanın sevgisi artdıqca qorxusu da artır. Təzə din təbliğ edirlər də qorxusuz sevgi. Qorxu deyəndə əlbəttə ki, mən yenə deyirəm, bax, nəyi nəzərdə tuturuq, onu izah eləməyə çalışıram. Allahdan qorxmaq bu anlamda olsa ki, vay, mən indi vuracaq, vay, mən onu bir ay Ramazan ayında danışdıq bu barədə. Bu mənada deyil. Aşiq olmağın yolu, o ki, deyir, əsas Allahı sevməkdir, bəli, o sevginin yolu nədir? Sevgiyə gedən yol qorxu dalanından keçir. Qorxu dalanından keçir. Bunu izah eləməyə çalışacağım. Allaha aşiq olmaq yadınızdadırsa demişəm, çox çətin şeydir. İmam Hüseyin aşiq olmaq asandır nisbətən. Əhl-i Beyt aşiq olmaq asandır nisbətən. Peyğəmbərin aşiq olmaq asandır. Çünki qəlbdə dünya ola da Hüseynin məhəbbəti ola bilər. Qəlbdə dünya ola da Əhl-i Beytin məhəbbəti, Peyğəmbərin məhəbbəti ola bilər. Amma Allah məhəbbəti belə deyil. Allah məhəbbəti bax belədir. Hədis buyurur ki, Hubbullah və hubbud dünya la yectəmi'ani fi qəlbi əhədin əbəda. Buyurur ki, dünya məhəbbəti və Allah məhəbbəti bir qəlbdə heç vaxt ola bilməz. Bir iynə ucu qədər dünya məhəbbəti qəlbdə varsa, ora Allah məhəbbəti daxil olmayıb hələ. Bu tam qəlbdən çıxmalıdır ki, Allah məhəbbəti daxil olsun. Deməli, iş asan deyil. Yolu nədir bəs? Yolu nədir? Yolunu tapaq. Hamımız istəyirik Allaha aşiq olaq. Başqa cür ola da bilməz. İnsan fitrətən Allaha aşiq olmaq istəyir və bunun üçün yaranıb. Vəllezina amenu əşəddu hubban lillah. Hər sözümə Qurandan dəlil gətirirəm. Quransız heç nə danışmıram. Hərdən dilləri Qurandan danışın. Keçən dəfə onlardan danışdım. Bugün də o zikri xeyirlərini eləyək. Hər şeyə baxır. 2 kəlmə. Nağıl danışmayın, Qurandan danışmayın. Nağıl nəyə deyirlər? Quran ayələrini sıralayıb, düzüb danışmaq bu Qurana ehtiram göstəricisidir. Həmin o Quranı niziyə taxıb haqla döyüşməyə bənzir. Bənzir yox, elə həqiqəti odur. Quranın ruhunu tanıyasan və istinadın Quran ayəsinə ola, elə bir söhbətim olmayıb demək olar ki, orada Quran ayəsinə istinad eləməyim. Yəni bunu siz ki, gözəl bilirsiniz. Vəllezina amenu əşəddu hubban lillah. İman gətirənlərin Allaha şiddətli məhəbbəti var. Bu məhəbbətə çatmağın yolu gərək dünyadan, qəlbdən dünyanın məhəbbəti tam çıxsın. Bu asan məsələdir, xeyr. Bunun üçün gərək qorxu dalanından keçəsən. Qorxu dalanından keçəsən. İndi onu izah eləyəcəm. Əsas bugünkü söhbətimin mənası, məğzi bundan ibarətdir. Qorxu dalanından keçmədən məhəbbət vadisinə daxil olmaq olmaz. Eşqin yolu xofdan keçir. O qorxunun dərəcələri var. Ən aşağı dərəcəsi günahdan qorxmaqdır. Biri titriyirdi, dedi, nə olub sənə, əleyhissalam soruşdu. Dedi ki, qorxuram. Dedi, nədən qorxursan? Dedi, günahlarımdan. Dedi, günah eləmə, qorxma.
Heç nədən qorxma günahlarından başqa hədislərdə var. Bu qorxunun ibtidai mərhələsidir. İndi birdən bir adam günahdan qutardı. Xoşbəxt elə adamlar var da günah eləmir. Da qorxmamalıdır. Xof olmalıdır ürəyində yoxsa yox. Bəli, xof qalır. Bu nəyin qorxusudur? Əmmə mən xafə məqamə Rabbihi. Allahın məqamından qorxmaq sözü var Quranda. Xafə məqamə Rabbihi. Allahın məqamından kim qorxsa, Allahın məqamı nədir? Allahın məqamı, yəni Allahın qüdrəti. Yəni Allahın əzəmətinə diqqət elə, qəlbin titrəsin. Qəlbin titrəsin. İza zukirallah vəcilət qulubuhum. Quranda ayə var. Buyurur ki, elə ki, Allahın adını çəkirlər, qəlbləri titriyir. Bu necə Allahdır ki, adı çəkiləndə adam stresə düşməlidir? Xeyr, əzəməti zuhur eləyir. Əzəmətin qarşısında da insanda bir titrəmə halı olur. Xoş bir həyəcandır bu. İndi bir dənə, bax, sözün demək ki, məğzi nədir? Niyə deyirəm eşqin yolu budur? Niyə deyirəm eşqin yolu budur? İnsan Allahın qüdrətinə diqqət eləyəndə, qəlbi ki titriyir, bu titrəyiş məni çıxardır, atır qəlbdən. Mən ki çıxdı qəlbdən, eşq gəlir qəlbə. Mexanizm budur. Eşqin də mexanizmi var imiş, bəli var imiş. Eşqin qəlbə daxil olmasına mane olan məndir. Adam özü böyüdükcə egoist olur, heç kəsi sevmir. Bu məni əzmək üçün neynəmək lazımdır? Qüdrəti ki görürsən, özü aciz görürsən qabağında. Elə ki, qəlb titrədi, yəni özü aciz gördün, kiçik gördün, qəlb çalxalandı, məni atdı bayrağa. Atan kimi insan acizliyini ki dərk elədi, eşq halı bax buna deyirlər. Məhəbbət halı buna deyirlər. Bu xoş bir titrəyişdir. Bu əzəmətə təzimdir. Əzəmət qarşısında titrəyən adamda məndən əsər əlamət qalmır. Bu mən insanın düşmənidir. İnsanın atasını yandırır. İnsanı haqdan uzaqlaşdırır. Eşqə mane olur. Bu mənə əlac eləməyin yolu nədir? Qüdrəti görəsən, gücü görəsən, böyüklüyü görəsən, özünü itirəsən, deyəsən bunun qarşısında mən zərrəyəm. Bax bu zərrəyəm hissi var. Allah bu zərrəyəm hissinin müştərisidir. Mən heç nəyəm onun müqabilində. Heç nəyəm deyənlər hər şey olur. Bütün güclərə sahib olur. Həyatda qüdrətli kişilər tanıyırsınız, güclü kişilər tanıyırsınız. Əhl-i Beytdən tut gəl bugünkü övliyalara qədər. O güclü kişilərin hamısının bir xüsusiyyəti olub ki, özlərini heç biliblər, heç bilməkdən qüdrət əldə ediblər. Amma kimin qabağında heç? Qüdrət mənbəyinin qabağında. Özünü heç bildin, Allah deyir, indi oldu mənim bir parçam, məcazi mənada. İndi qüdrətim səndə zuhur eləyəcək. Gücün yolu budur, qüdrətin yolu budur. Allahın əzəməti qarşısında titriyəndə qəlbdən ki, mən çalxalanır, çıxır, qərb olur Allahın hərəmi. Bunu mən demirəm, Allahın hərəmi hədislərdə gəlib, əl-qəlbu haramullah, qəlb Allahın hərəmidir. Deyir, İmam Rızanın hərəmi, İmam Hüseynin hərəmi, Peyğəmbərin hərəmi. Allahın da bir hərəmi var, bəli, Allahın hərəmi sənin qəlbindir. Sənin qəlbindir. Nə mane olur Allah gəlsin, öz hərəmində otursun? Qapını bağlayan nədir? Mən. Bir yol tap ki, bu mən çıxsın, qapı açılsın, Allah gəlsin, öz yuvasında qərar tutsun. Bu sözləri mən Allaha istinadən deyirəm. Özü deyir ki, yerə göyə sığmaram, müminin qəlbinə sığaram. Bu məkan mənasında deyil əlbəttə. Allahın məkanda məhdudlaşdırmaq deyil. Bunu izah eləsək gərək saatlarla danışaq, ehtiyac bilmirəm. Bilirsiniz də bu sözləri eşitmişsiniz, xəbəriniz var. Bu əzəmətdə qəlb ki, Allahın hərəmidir, bunu nə pak edir, nə təmizləyə bilir? 20 kvadrat evi necə təmizləyirsən? Otağı. Deyərsən, yuyursan, təmizləyirsən, süpürürsən, belə sadədir də, bu qəlbin də təmizlənmə mexanizmi öz böyülüyünə uyğun şəkildə olmalı. Bunu süpürmək olmur ki. Bu qəlbi təmizləməyin yeganə yolu budur ki, onu qüdrətlə qarşılaşdırasan. Qüdrətlə üz-üzə gəlsin, desin, vay, nə böyük əzəmətli Allahdır, bu vay halı var, özü kiçilsin, nəhayət bu
mən nəcasətindən təmizlənsin, ondan sonra keyf başlayır. Eşq bax belə daxil olur qəlbə. Bu xoş bir haldır, bu titrəyiş var qəlbdə, stres gətirmir. Çünki o qüdrətə sığınırsan, aram halda da titrəyirsən. Bu gözəl bir haldır. Bunu mən necə izah edeyim? Bunu gərək hamımız zəhmət çəkək, gedək dadaq, hiss eləyək. Ürəyi təmizləmək sadə iş deyil. Bu ürəyin öhdəsindən ancaq Allahın qüdrəti gələ bilir. Ona görə də gecə durdun namaza, bir göyə bax. İnnə fi xalqis səmavati vəl ərs. Bu ayəni oxu. Yerlərin və göyün yaradılışında düşünənlər üçün ibrətlər var. Qüdrət səni tutsun, kiçik axı namaza hazırlaşsan. Namaz nədir? Bax bu o qüdrətə təzimdir. Bax göyə o ayəni oxu, düşün, sonra o halda ged Allahın qapısına ki, namaz təsir qoysun. Hamınız darıxmısınız yəqin Ramazan ayı üçün, bilmirəm darıxmısınız ya yox. Ramazan ayında yadınızdadır duanı oxuyurduq. Ya Əliyyü, ya Azim, ya Qəfuru, ya Rahim. Əvvəl ey uca və əzəmətli, sonra ey bağışlayan və rəhimli. Fikir verirsiniz, əzəmət gəlir, sonra rəhmət gəlir. Gərək əzəmətlə qəlbi əzəsən ki, rəhmət qəlbə daxil olsun. Gərək bu qəlb əzəmət qarşısında sirkələnsin ki, rəhmət qapısı açılsın. Qüdrət qarşısında təzim etmədən, rəhmətdən danışanda adam üzdü olur, həyasız olur. Bilirsiniz? Həyasız olur. Neynəmişəm ki? Adamlar var, elbə Allah buna borclu deyilə danışır. Mən neynəmişəm ki? Sənə nəsə deyən olmadı ki, bir sakit ol, nə olub sənə? Onda üzdü olur, cəsarət eləyir, hörmətsizlik eləyir Allaha. Allah qəribə Allahdır. Əzəmət üzü ilə qarşılayır bizi, qüdrət üzü ilə qarşılayır bizi, onu görən kimi qəlb titriyir, qəlb titriyən kimi mən zəifləyir, elə ki mən divarı yarıldı, o çatlardan başlayır məhəbbət bulağı suyu axmağa qəlbə, rəhmət suyu axmağa qəlbə. Allahın rəhməti əzəmətinin qarşısında gizlənir, mexanizm budur, mexanizmi budur. Namaz, Allahu Əkbər, Bismillahirrahmanirrahim. Fikir verin. Əkbər olmasa, əzəmət olmasa, rəhmət hiss olunmaz. Əzəmət niyə görə olmasa? Çünki yenə də deyirəm, rəhmətin qabağını alan məndirsə, mənə əzən Allahın əzəmətidir. Ona görə Allahu Əkbər rükündür namazda. Rükün fikri bilirsiniz də, Risalə oxumusunuz. Rükün yəni olmasa namaz batildir. Daha sözü söhbəti yoxdur. Bəzi şey var, olmasa namaz batil olmaz. Rükün, yəni birinci təkbir, Allahu Əkbər rükündür, namazın əsaslarından biridir. Deyir, Allahu Əkbər, mən titrəsin, ondan sonra Bismillahirrahmanirrahim, ondan sonra nəvaziş mərhələsi gəlir, sığal mərhələsi gəlir. Bu təxminən belədir. Bilirsiniz, bu, belə deyək, qamçısından qorxmaq deyil Allahın, əzəmətindən qorxmaqdır. Ata var, evə daxil olur, stres daxil olur oyla. Deyir, vay, atam gəldi. Yəni bir əzazil, bir firon daxil olur da evə. Bəzi kişi evə girəndə firon gəlir evə. Fironluğu evinə çatır da gücü, başqa cür olmur. Dünyanı da versən, orada fironluğu eləyəcək. Fironluq təkcə gücü bura çatır. Evə daxil olur, vay, stres. İndi biraz azalıb, da belə kişilər də azdır, amma əvvəllər olub belə. Daxil, demirəm, yaxşı halda, amma yəni hər halda olub. Biri də var, belə deyil, atanı sevir, bilir ki, ata da bunu çox sevir, çox istəyir. Amma atanın bir böyüklüyü var axı, atanın bir böyüklük məqamı var, yoxdursa gərək olsun. O böyüklük vadar edir, özünü yığışdırsın, deyir, atam gəldi, sevgi ilə qarışıq bir ehtiram hissi var, bundan insan istirab keçirtmir. Bilir ki, ona qarşı, belə deyək, düyünlənməyəcək, göz ağartmayacaq, qışqırmayacaq, bağırmayacaq. Ata da gəlib elə övladına sevgi ilə evə daxil olub. Amma atanın bir özünə məxsus bir übuhəti, böyüklüyü var. O böyüklüyün qarşısında bir təzim var. Xof deyəndə bu nəzərdə tutulur. Hünər budur ki, qamçıdan yox, əzəmətdən çəkinəsən. Sevgini ona qarışdırasan. O ki, dedi, İmam Səccad əleyhissalam qulamın çağırdı, 2 dəfə, 3 dəfə çox danışmışam bunu. O da oturub, gəldi, dedi, səni çağırıram axı. Dedi ki, hə, eşidirdim.
Dedi ki, bəs niyə cavab vermirsən? Deyib, bilirəm ki, onsuz da mən heç nə deyən deyilsin. İmam Səccad əleyhissalam şükür elədi Allaha. Dedi ki, şükür ki, ətrafım məndən çəkinmir. Məni elə yaratmamısan, elə qərar verməmsən ki, ətrafım məndən çəkinsin. Amma onu tənbih elədi. Necə tənbih elədi? Dedi ki, səni Allah yolunda azad edirəm. İmam Səccadın evindən azad olub getmək elə ən böyük cəzadır insan üçün. Cəzanı belə verirlər. Get, azadsan. Amma mərifətli adam olsaydı, deyərdi, məni imam çağırır. İmam çağırır, durar. Vacib deyil ki, qamçı ilə adamı qorxutsunlar. İmam çağırır, imamdır qarşımda olan. Necə Həzrət Əlinin səhabəsi Muaviyyəyə Həzrət Əlini vəsf edirdi Muaviyyənin yanında. Dedi, biz ondan çəkinirdik, amma sənin ətrafın səndən qorxduğu kimi yox. Onlar sənin cəzondan qorxurlar. Bu belə deyildi. Bu bizimlə otururdu, deyirdi, gülürdü. Heç hamını yaxına buraxırdı. Dövrə vurub otururduq ətrafında. Çox təvazökar idi, amma onun übuhəti var idi ki, ona söz deyəndə biz həyəcanlanırdıq. Bu mənfi qorxu deyil. Eyni adamın həm qüdrətinə sığınırsan, eyni varlığın, həm də qüdrətinin qarşısında bir təzim hissi yaranır. Bu çox xoş haldır insan üçün. Allah ki, heç də Allah da böyüklüyün özüdür, əzəmətin özüdür. Bu qüdrətin zuhur məqamlarından danışmaq çox olar. 10 dəqiqə mənim vaxtım var. Çalışacağım ki, bəli, sığışdırım. İnşallah ki, bu 10 dəqiqə çalışacağım ki, yerləşdirim bu söhbəti. Allahın qüdrətinin zuhur yerlərindən biri Allahın müqəddəratıdır. Müqəddərat çox çatdırır insan Allahın qüdrətini. Başımıza gələn hər kiçik və hər böyük hadisə, hər birimizin onun planı əsasında cərəyan edir. Onun nəzarəti ilə, onun göstərişi ilə baş verir. Təsəvvür eləyin, milyardlarla insan yaşayır. Hərəsinin özünə uyğun gündəlik hadisələri var da qarşısına çıxır. Bütün bu prosesi Allah idarə edir. Dəhşətə gəlir insan gücün qarşısında, əzəmətin qarşısında. Bir misal deyim, keçmişdə demişəm. Müqəddəratı istəyirəm elə dildə başa salım ki, burada uşaqlar var, onlar da başa düşsün ki, böyüklər rahat başa düşsün. Məsələn, evdən çıxmısan, görürsən ki, bir maşın, təzə maşın alıb bir nəfər, gəlib bir velosipedlə gedən bir uşağı vurub, uşaq yıxılıb, ayağı sınıb, bir kəsin məsələn dükanının qabağında bu hadisə baş verib, dükanın sahibi də tez gəlir, görürsən gözün qabağında, götürür uşağı, maşınına qoyur, aparır xəstəxanaya. Bu hadisə nə qədər çəkir? 3 dəqiqə. 3 dəqiqə hadisəni indi gəl, təhlil eləyək. Təhlil eləyək görək bu niyə belə oldu? İlahi, mənə izah elə, bunun pərdə arxası nə idi? Allah deyirsən, düzdür, başa düşməzsən, amma çalışaram, məsələn, sən başa düşmək üçün izah eləyim. Bu maşın ki, təzə maşın almışdı sahibi, evdən çıxanda sədəqə vermədi. Sədəqə vermədi. Hər gün evdən çıxanda gücünüz satan qədər sədəqə ayırın. Xüsusilə də sənə bir neymət üz verəndə, deyir ki, sən ki, şadsan, başqa qəlbləri də sevindir. Başqa qəlbləri də şad elə. Təzə maşın almışdı, sədəqəsini verməmişdi. Eləməmişdi, eləsəydi, bəla qarşısında sipər olacaqdı. Eləmədi, olmadı sipər. Bunun başına bu hadisə buna görə gəldi. Yaxşı, bu belə. Bu uşaq yazığın günahı nə idi? Bu da yaxşı uşaqdır, amma dünən atasının ürəyini sındırmışdı, atasının qəlbinə toxunmuşdu, atası bir ürəyində ah çəkmişdi, ya anası, ya atası, fərq eləmir. Bu da onun cəzasını almalıydı, bunun ayağı sınmalıydı. Yaxşı, atası yazığın günahı nədir? Atası da əziyyət çəkir axı. Gəl onu da deyim sənə. Atası mömin adamdır, məscidə gedib gəlir. Getmişdi məscidə, cibində də pul vardı. Dedilər ki, filan şeyə yardım lazımdır. Baxdı cibinə, baxdı şeyə, dedi ki, qalsın. Qalsın, xeyir işə vermədisə, həkimə verəcək. Bu qaydadır. O elə bilmə, cibində qalacaq. O da həkimə verməlidir onu. Yaxşı, bəs anası niyə? Anası da əziyyət çəkir. Hadisəni təhlil edirik, bir dənə kiçik bir hadisəni.
Demirəm, bütün hadisələrdə belədir. Misal üçün belədir. Başqa variantlar da ola bilər. 100 dənə variant fikirləş. Anasının günahı nə idi? Anası dünən oturmuşdu bir yerdə, bir qonşu qadınla. Onun uşağı bir hərəkət elədi, ona rişxənd elədi ki, bu nə uşaqdır böyütmüsən, məsələn. Rişxəndin də cəzası tez gəlir, yadda saxlayın. Qınamaq var ya adamı, rişxənd eləmək. Dərhal dünyada cəzası gəlir. Bu da onun cəzasıdır. Əcəb ilahi, sən bütün bu qədər şeyi idarə edirsən, sən bu qədər xırdalğacan hər şey, bəli, məsələ Allah budur da. Bəs o dükan sahibi niyə onun dükanının qabağında baş verdi? O gecə namazı qıldı dünən, yaxşı hal tapdı, Allaha yaxınlaşdı. Allah dedi bir savab işi gətirsin qabağına ki, rahat bir uşağı xəstəxanaya aparsın, savab qazansın. O tip personalı ayrıca imtihan olunur. Bir hadisədə yüzlərlə səbəb nəticə var. Allah olmaq çətin işiymiş, hə? Hər adamın işi deyil. Allah üçün isə çətin deyil, Allah üçün çox asandır. Allah bütün bu prosesləri bu şəkildə idarə edir. İndi qüdrətə bax. O ki dedim, dünən o dəfə, dedim ki, adam tövbə eləyəndə ki, Allah məni bağışladı nə deməkdir? Sənin nə qədər hadisə gözləyirdi, hamısını dəyişdi, təsəvvür edirsiniz. Hər dəfə sən tövbə eləyəndə ki, səni bağışlayır, belə deyil, xət çək. Ax, sənin bu günahının 100 dənə səbəb nəticə ilə təsirləri var idi. Səni filan bəlalar, hadisələr gözləyirdi. Həyatın bu xətlə hərəkət cərəyan edir, tövbə büsnədir, bütün bu düzəni döndərdi başqa səmtə. Ona görə deyir, tövbə qəbul eləmək Allahın gücündədir. Bax, bütün bu prosesləri tək-tək hamısını idarə eləyir. Güc burada zuhur eləyir, qüdrət burada zuhur eləyir. Bax, bu indi yığışmışıq bura, bu bir hadisədir də. Burada hər birimizdən tək-tək iş görür. Mən əgər burada danışdığımı ixlasla danışsam, xalis niyyətlə Allah üçün, məni bir sıra hadisələr gözləyir. Mən əgər Allahı burada unutsam, özümü göstərmək üçün danışsam, tamam başqa silsilə hadisələr məni gözləyir. Siz burada ixlasla dinləsəz, siz burada dinlədiyinizə əməl eləsəz, bir müqəddərat sizi gözləyir. Əməl eləməsəz başqa, yəni yüzlərlə variantlar var, hadisələrin cərəyan eləməsinin variantları. Allah onların hamısını idarə eləyir, milyardlarla insanı belə idarə eləyir. Milyardlarla insanı. Ona görə deyir, inşallah de, qüdrət yadından çıxmasın. Peyğəmbər bir dəfə inşallahsız söz dedi beçara, 3 gün vəhiy gecikdirdi. Dedi ki, sabah gəl deyərəm, gəldilər, cavab yoxdur. Yenə gəldi, 3 gün dedi, niyə inşallah demədi? Niyə belə eləyir? Özünü göstərir ki, mən, yox, deyir ki, sənin xoşbəxtliyin bu qüdrətə sığınmaqdadır. Bu gücü hiss elə ki, azmayasan yolundan. İnsan ancaq vəzifəsinə əməl edir, belə olanda sözümü bitirirəm. 2-3 dəqiqə sözümü bitirirəm. İnsan belə olanda ancaq vəzifəsinə əməl edir və nəticədən narahat olmur.